Bəs 5. Sən necə əsərləri xoşlayırsan? Sual əvəzliyi maraqlıdır. O bizimlə razılaşacaqmı? M sual ədatıdır. 3, 4, 6 B variantı. Siz də öz cavabınızı yaza bilərsiniz. Cavabınızı yaza bilərsiniz burada. Mən belə izah edib gedirəm. Hansı cümlələrdə qoşma ilə işlənmiş fe'li birləşmə zaman zərfliyinin ifadə vasitəsidir? Bu biraz qarışıq tipli suala oxşasa belə asan sualdır. Biz sualı həmişə parçalayırıq. Nəyi soruşur bizdən? Qoşma ilə işlənmiş fe'li birləşmə. Fe'li birləşmə deyilən nə nəzərdə tutulur? Məsdər tərkibi, fe'li bağlama tərkibi, fe'li sifət tərkibi. Təşəkkür edirəm. Hədiyyə. Riyaziyyat müəllimi. Deməli, burada yeməkdən sonra qonaqlar heyətdə qalanmış tonqalın ətrafına toplaşdılar. Qoşma ilə işlənmiş fe'li birləşmə. Yeməkdən sonra burada qoşma ilə işlənib, amma fe'li